geldiniz. Bugün ben size çok dadlı ve çok asan pirog hazırlayacağım. Bunun için bize lazım olacak 4 yumurta. Bunu böyle biraz mikserle çalıram. Sonra ise üzerine 1 stəkan yarım şeker tozunu az əlavə eləyib durmadan qarışdırıram. Şeker tozu tam əriyənə kimi mikserle çalıram. Ve 1 stəkan qatıq, 1 stəkan qatığın üzerine yarım çay kaşığı soda əlavə edib qarışdırıram. Sodanı öldürürəm. Bunu qoyuram bir qırağa ve 1 stəkan duru yağ əlavə edirəm xəmirə. Sonra isə elə hazırladığım qatığı da əlavə edib biraz mikserlə qarışdırıram.